İzləyicilərimiz, bildiyiniz kimi bizim ilk öncə də qeyd eləmişdim. Yeni Baxış İctimai Nəzarət Təşkilatının belə gözəl bir missiyası var. Heç kəs unudulmasın, heç kəs yaddan çıxmasın. Unutmayaq və unutturmayaq. Bu devizlə bu günlərim biz 1-ci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda 11 sayılı tam orta məktəbin psixoloqu, uzun illər elm təhsil sahəsində böyük zəhmətləri olan Gülmaliyeva Sevda xanımın ocağındayım. İstədik ki, gənc nəsillər Sevda xanım haqqında çox sözlər deyilib, çəkilişlər də olub, müxtəlif dönəmlərdə, müxtəlif vaxtlarda. Amma biz istədik ki, yeni nəsillərimiz, yeni gənclərimiz də bu müəlliməni yaxından tanısınlar və bunun Azərbaycanımıza elədiyi xidmətlərdən məlumatları olsunlar. İstərdik ki, Sevda xanım özü haqqında bir neçə yadda qalan xatirələrindən, işlərinin gedişətindən bizim təşkilatımıza məlumatlar versin, yəni bizim ictimai nəzarətə. Buyurun Sevda xanım. Çox sağ olun Sevinç xanım, çox xoş gəlmişsiniz. Çox sevindim. İlk öncə mən Sevda Gülmaliyeva Gülmalı qızı 1953-cü ildə Ağcabədi rayonunda doğulmuşam, burada yaşamışam. Orta məktəbi şəhər 2 nömrəli məktəbdə qutarmışam, ali məktəbə daxil olub. Sonradan institutu qutarandan sonra 11 sayılı tam orta məktəbində direktor müavini işləmişəm uzun müddət. Sonra da 20 ildir ki, ixtisasımı dəyişərək psixoloq vəzifəsinə keçmişəm. Mən Kübar ailəsində böyüyüb başa çatmışam, zəhmətkeş ailədə. Mənim atam 60 il dövlət işində işləyib, uzun illər bir dəfə də işində müttəhimlər kürsüsündə oturmayıb. O qədər işini sevən olub. Yəni rayonun bütün tədarüklərində işlədiyi müddətdə kolxoz sədri işləyib, pambıq zavodunun direktoru olub. Sonra 20 il barama zavodunun direktoru olub, fabrikinin direktoru olub. Yəni onun nailiyyətləri həmişə Moskvada, Daşkənddə fəaliyyəti olub, orada gözəl nailiyyətlər olub. Hətta ən sonda Yaponiyada işləməyə, Yaponiya ilə də birləşdi. Hələ o vaxt Ağcabədidə başqa ölkələri heç tanıyan yox idi. Mənim atam o cür fədakar, qabaqcıl. Bunun sayəsində bizim ulu öndərimiz rəhmətli Heydər Əliyev mənim atama çox böyük zəhmətinə görə arayıb, axtarıb, nə qədərinə ona qazandığı nailiyyətlərə başqa əyri əllər əl atıb. Ancaq mən bugün ona dönə-dönə rəhməti oxuyuram, ailəmiz adından bərabər. Həm də Ali Baş Komandamıza can sağlığı arzuyuram, ailəsindən bir yerdə. Uzun illər rəhmətli atası həmişə mənim atamın yaxşı işlədiyinə görə onun arxasında dayanıb, onun işlərinə maraqlanıb, bir yerdə bərabər olublar. Ağcabədiyə gələndə 93-cü ildə də bunun şahidlər var. İcra hökumətinin qabağında. Əgər o vaxtı da ulu öndərimiz Ağcabədiyə gəlib çıxmasaydı biz tamam yox idi. Deyilən kürə tökülmüşdü. Çox vaxtında gəldi, çox yerində gəldi. Can qurban Azərbaycan, əziz səndə əyilməyən vüqarımsan.